Xeyirli günümüz uğurlu olsun ki bugün 28'de daha 28 yanvar 2026-cı il Sədmir Seyfullah və Əhsən qızı. Hava bir dənə su götürüm. Canlı yayında və işləyəm. Yenirs. Antibiyotik aldım yüzümə. Bu hava soyuqdur çünkü gidimdə boğazım ağrır. O vəkilənin boğaz spreyi aldım, belə bir şey. Bir antibiyotik aldım bağırsaq əleyhinə. Biraz hiss elədim ki, nəsə ola bilər ki, mesela 3 günlərlə bütün yediyimiz, içdiyimizi çıxartmaq üçün gərək qarın açıcılardan istifadə edək. O da sonra mikrobu tez qəbul edirik. Yəni ki, polunu qarnımız açılanda da bildirsə necə, hər şeyi ifraz etmək üçün. Ona görə böyle bir şey aldım ki, antibiyotik, əgər elə bir şeylər varsa, bağırsaq mikrobudur, buradır, yəni əslində sırf bağırsaq üçün istədim, amma böyle bir təklif etdilər, əla bir təklifdir. Antibiyotik eyni vaxtı və sonunda göbələyə qarşı belə bir dərman indi qəbul edəcəm. Saat neçədir? 11:27 yemək yemişəm südlə, gerkulesinin başqa versiyası, yentil gerkules kimi yox. İçim. Siz necəsini inirsiniz millət? Heç kim heç nə yazmır. Amma tıqa baxır. Salam verim. Tabii ki. Вот belə mahnı açaq. Elə belə demirəm. Hacı, o Rembo diller ha, bu gaz. Sonra ihtiyarlarımız kalıyor. Belə millət. Bir dənə belə bir çay almışam. Qara qınıq çayı. Yaxşı bir çaydır. İçində qarışıq otlardan var. Sakitləşdirir. Yəni pis deyil əslində. Amma gərək səhv vaxtda içirəm. Gərək yatmazdan 1 saat qabaq içim. Belə bir məsəl var, çəkəcəm indi. Üzbəyüz yeni texnologiya nəzərən deyir, həm salam günay, salam necəsən, həm deyir, indi təkmilləşdirilmiş insan övləri var da, kinolar üçün falan nəsə edirlər, güya, amma bunların indi əsl həyatda falan da istifadə edənlər var, qarışmamış şeylər, işitmişəm, yəni internetlərdə falan oxumuşam belə şeylər. Deyir, normal insanlar qala-qalada, misal, üzbəüz deyib, oturub deyir, kimlənsə deyir, baxışım, o mövzu var da, söz var deyir, baxışıb, deyir, baxışa sevişə bilərəm söhbətinə. Uzaqdan uzağa deyir, mən niyə kimlənsə oturum, baxışım.
etməsi üçün mən şəxsən deyirəm bunu. Yəni belə şeylər mənim ehtiyacım yoxdur belə şeylərə. Həqiqətən çox səmimi deyirəm. Gözəl görünürsünüz. Çox sağ olun Günay xanım, təşəkkür edirəm sizdən. Samimi hər dəfəsində ad və soyadınızı qeyd edirsiniz. Üzr istəyirəm, bu sizə özəl deyil. Sizlərə özəl deyil, siz də edəsiniz, sizdə yox. Ona görə yox. Bu şəxsən özümə özəl, yəni sosial şəbəkəmi artıq daha çox sənədləşmiş şəkildə etdiyim üçün daha çox adımı və soyadımı düzgün şəkildə ifadə edirəm ki, yəni müraciət edəndə düzgün şəkildə müraciət etsinlər. Ola bilər ki, həm bu sizlər üçün də yaxşıdır. Nə barəsində? Hansısa bir elə bir hərəkət eləyərəm ki, çalışıram, etməyim, adımı, soyadımı yazmışam. Sosial şəbəkəmdə artıq sənədləşmiş formada mənim simamdır. Yəni insanlar artıq kimi hara müraciət edib deyəcəklərini bilirlər ki, filan kəs bu dəqiqə elə şeylərdən götürüb şəklimizi paylaşırlar. Götürüb bir dənə səhifədir, nikdir, nə bilim, tənha, gözəl. Misal. Deyirəm, kimi hara şikayət edeyim. Misal, bu şeyləri mən özümdən nümunə çəkmişəm. Yəni, bunu nümunə çəkmək belə çətindir. Nəyə görə çətindir? Ona görə çətindir ki, biz insanlıqsa özümüzü adam kimi aparmalıyıq. Yəni, qayda qanuna riayət eləməliyik, mütləqdir, çərçivəmizi bilməliyik. Təşəkkür edirəm yönətlərəm, anlayışlı olduğunuz üçün. Çox sual verirlər ki, niyə adınızı, soyadınızı və yaxud başqa bir də görürsünüz, sənəd paylaşırsınız ki, ondan ki, mənim şəxsi ola bilər ki, telefonum itər. Yəni sosial şəbəkəmdə bulunmuş olsa ki, çox olub belə, yenidən qaytarmışam. Başqa TikTokum var ki, kodu itib, amma 10 milyon, 12 milyon səhifəm var, oradan qaytarıb təzə TikTokuma yükləmişəm. Yəni belə işlər edirəm. Çünki bilirəm axı, hamısı mənə aiddir və nömrəmlə qeydiyyatdan keçdiyim üçün, yəni bu artıq illegal sayılmır. Öz profilimə köçürmüş oluram. Belə şeylər var. Yəni bu şeylər olmaz. Birisinin profilindən götürüb özündə səhifə yığasan, telefon üzərdəsən. Bu şeyləri eləyənlərə illegaldır. Hamısına cərimədir, hətta üzr istəyirəm, iş belə düşür. Olmaz belə şeylər etmək. Başqasına aid şəkillərdir, başqasına məlumatlardır. Səndə hansısa bir telefonunda, kompüterində, başqa bir yerində, biləşqanında fərq etməz olanda bu şeylər olmazlardır. İnsanların bəziləri, hamısı şamil etmirəm, bu şeyləri edə-edə görürlər ki, yoxuşdan yaxşı keçirlər, get-gedə böyüyür, get-gedə başqa bir şeylər etməyə başlayırlar, get-gedə bunu daha çox qloballaşdırırlar, amma necə? Bunlara tərəf qloballaşdırır məsələ, bunlarda hamısı şeydir, nəzik sayılır, yumuşaq davranırlar, belə də olmalıdır, əslində elə olmalı deyil, əslində fikir verməliyik. Mənim yoxdur səhvim, o qədər səhvim olub həyatda, bəlkə də indi davam edirəm, misalda, çünki səhvlər elədir ki, bizim üçün, amma nə düşünürəm, eləmək olmaz deyib fikirləşirəm. Yəni bu nə deməkdir? Mən şəxs subyektivlə barışmış sayılırım. Qarşı dostlar, qaydıram işimin başına. Öpürəm sizləri. Yenə canlı yayında qaydacam.